Salam, sabahınız xeyir kızlar. Yeni güne, yeni bir videoya hoş geldiniz. Bugün güllərimlə, çiçəklərimlə açılışımı edirəm. Biraz izləyərkən gönlünüz açılsın istədim. Mənim gözəl bacılarım, dəyərli izləyicilərim, sizlərdən bir balaca xahişim var. Mənim bu xahişimi çox görməyin. Videoları izləyərkən girər-girməz unutmayın, bəyən atın. Çünki bu aralar həqiqətən də sizlərdən gələn o köməyə, o dəstəyə mənim çox ehtiyacım var. Kanalımız yenə spamdadır, hələ də çıxarda bilməmişəm. İndi bilmirəm, kimlərdən gəlir bu spam. YouTube özü spama salır. Yoxsa hansısa izləyicilərimin xoşuna gəlmir deyəmi spam atırlar. İnanın ki, heç kəsin günahına girmək istəmirəm. Çünki bilmirəm, bir onu bilirəm ki, bir videoya, bir kanala spam atmaq çox günahdır. Elə bil ki, kiminsə haqqına girmiş olursan, o dərəcədə günahdır. Çox təəssüf ki, bəzi izləyicilər bunu bilmirlər. Rahat bir şəkildə kanala spam atırlar, videoları şikayət edə bilirlər. Nə qədər günah olduğunu bilmədən edirlər. Mənim gözəl, dəyərli izləyicilərim, kömək edin. İzləyərkən bəyəni atın, yorum yazın. Mənə çox dəstək olmuş olarsınız. İnanın ki, çox sevindirmiş olarsınız. Elə belə o gözəl sözlərinizlə, o gözəl yorumlarınızla sevindirirsiniz, o ayrı. Amma kanalı spamdan çıxartmaq üçün də dəstək olun. Sizlərin aktivliyinizə ehtiyacım var. Bəzi bloger kanalları izləyirəm. Başqa kanallar izləyirəm. O qədər gözəl aktiv izləyiciləri var. İnanın ki, videolar paylaşar, paylaşmaz. Birinci bəyəni atırlar, ondan sonra izləyirlər. Çox videolar var həqiqətən. Bilmirəm, mənim çəkdiyim videolarım xoşlarına gəlmir, yoxsa unudurlarmı? Düzü, bəzi izləyicilərim unudur. Çünki bunu mənə yazmışlar ki, bacı, sən hər dəfə yadımıza sal, bizim bəzən unuduruq, axılımızdan çıxır. İndi videolarımın içində belə deməyə də inanırsınızmı, çox utanıram, amma utanılası həqiqətən həyatda çox şeylər var. Mən sizlərdən bunu xahiş etməyimə də utanıram, inansızmı? Utana deyirəm. Nəysə, gözəl bacılarım, belə videolarımızı güllərimizlə, çiçəklərimizlə açılış etdik. Ümid edirəm ki, sizləri bezdirməmişəm. Ortalığı düzgün çəkmək istəmirdim, amma çəksəm nə olar ki, axşamdan səhərətən yağış yağıb, külək olub, o qapının altından bütün külək ağacın güllərini, yarpaq, zirt-zibili gətirib doldurdu buraya. İndi buraları təmizləyəcəm, səliqə səhmana salacağım, biraz əl gəzdirəcəm, ondan sonra o bir işlərimi görərəm inşallah. Bugün də sizlər üçün yeni bir video açılışını etdim. Baxın, nə gözəldir bu, maşallahı var. Maşallahı var. Nədənsə səhərdən elə yuxum gəlir, Düzgün bir iş də görə bilməmişəm. Ayılıb, bayılıram. Gözlərim yumulur elə bil ki. Dedim, bir stəkan kofe qaynadım içim. Özümə gəlim, zaryatka yığım. Bəlkə yaxşı oluram. Yemək hazırlayasıyam. Hal-hazırda saat 2-dir. Videomun davamını indi başladım çəkməyə. Ayılıb bayılmaqdan videoda çəkə bilmirdim. Nəsə də göyün üzü xarıldayıb, guruldayır. Yenə tutqunlaşıb da hava. Bu may ayı girəndən düzgün əməlli döyülür hava. Gəh yağış yağır, gəh günəş olur. Elə cəmaat belə ona görə xəstələnir, bax. Namazımı qılıb düşmüşəm, qızlar. Namazımı qıldım, düşdüm, günorta namazımı. Dedim, artıq özümə gəldim, bu qədər ayılıb bayılmaq da olmaz. Bir stəkan kofe içim. Axırıncı dəfə heç yadıma düşmür, ha vaxt içmişəm mən bu kofeni. O biri evdə qalan vaxtım içmişəm. Buraya gələndən sonra içmişəmmi? Axılımda deyil. Tez-tez içən biri deyiləm, amma onu da deyim.
Bəzən çay içdiyimi görürsünüz. Çay içirəm, hə, amma kofeni elə tez-tez içmirəm. Suyu da zəif içirdim, artıq suyu artırmağa başlamışam. Biraz insan gərək suyunu da normalini ala ki, bədənində düzgün əməlli su ola. Mən suyu da az içirdim çox. Rusların sözü olmasın. O gün aptekdə bir Rus babuşka var idi. Suyu deyir, tolka deyir, jıtka deyir, sudu deyir. O çay içirik, sok içirik deyir. Bu suya əvəz etmir deyir. Bala deyir, suyu çox içdir. Rus dilində elə gözəl danışırdı vallahi. İnsana elə qəşəng terapiya edirdi. Rahat-rahat hər şeyi başa salırdı. Nəsə yaman tutulub hava qızlar. Saat 2-dir, siz Allah baxın. Elə bekinə bu dəqiqə şər qarşıcaq. Buna çırpba yağış yağır. Çırpba başladı özü. Yel, tufan, külək var. Saat 2-də olan hava durumumuz bizim. Elə ona görə mən pəncərə silə bilmirəm də, bax, ona görə kirlənə-kirlənə durur. Kofemizi bişirək, ondan sonra çıxacam yuxarı, pəncərə açıqdır. Çox gürüldəyir, dəhşət gürüldəyir. Səhərə yağıbdır, indi də davamıdır. Gedək həm pəncərəmizi örtək, həm də ki, yağışa baxa-baxa isti-isti kofemizi içək. Buna bax, corabları. Corabları da buralarla bir ediblər mənim balalarım. Yazıq bala. Anan ölməsin, ay bala. Bu yağışın altında niyə o gündəsən? Yağış dayandı, amma külək hələ dayanmayıb. Kofemi içdim, yağışı seyr edə. Sizlərdən gələn yorumları da oxudum. Hamısına ürəkdə qoydum. Allah o gözəl ürəklərinizə görə versin. Nə qədər gözəl, xoş sözlər yazırsınız. İnanın ki, nə qədər alğış etsəm sizin üçün azdır. Mənim üçün çox əzizsiniz. Həqiqətən də çox dəyərlisiniz. Bütün dualarım, arzularım sizlərləndir. Bir neçə bacılar yazıb ki, Nərgiz, sənə saç yığmaq çox yaraşır. Videonun axırlarında saçını yığıbsan, həmişə saçını elə yığ. Mən də bax, elə o cür yığmaqdan ötəri saçımı düzgün düzəltdirmək istəyirdim. Mənim dərdim də oydu. Belə üst-üstə kəsilməsini istəmirdim. Tutdu bir tupoyun əlinə keçdim. Saçımı belə kəsdirdim, özü bildiyi kimi kəsdi. Saçımı elə kəsib ki, ütüləyəndə də elə bir ki, ıslanmış cücüyə oxşuyuram. Allaha and olsun deyirəm. Amma mən istədiyim kimi ucunu kəsdirib, böğrərini də belə qarşı tərəfi kəsdirsə, arxadan da qəşəng bağlayırsan, olur səliqəli səhmanlı. Qəşəng xanım, xatın qız. Mən də elə o cür yığılmağını istəyirdim. Keşk elə də yığıb gedəydim mən o yubileyə. Amma fikir yoxdur, irəlidə yenə xeyir işlərimiz var. Qohumlarımızın gənc qızları, maşallah olsun, Allah bütün gənclərimizi xoşbəxt eləsin. Nişanlanıblar. Videolarımda da paylaşacağım. Toylara gedəcəyik, əylənməyə gedəcəyik. Sizlərlə bölüşəcəm. O toylarda sizin dediyiniz kimi saçımı yığaram, səliqə səhmanı, gözəl xanım, xatın olaram. Dedim qızlar, indi yağış da dayandı, kofemi də içdim, təmbəllik etməyim, yemək hazırlayayım. Yemək də ki, fikirləşim görüm, ən hasan, ən sayda hansı yeməkdə onu hazırlayaram. Ən hasan, tez bazar həll olan makaron supu bişirdim. Mən keçən il Ramazan ayında belə sadə yeməkləri tez-tez bişirirdim qızlar. Mənə izləyicilərim yazırdılar ki, əsl Ramazan ayının yeməyini bişiribsən. Mənim imkanım çatırdı çeşid-çeşid yeməklər bişirməyə, buğlamasından bozbaşını bişirməyə. Amma sadəcə Ramazan ayında belə sadə yeməklər bişirməyə daha çox üstünlük verirdim. Məncə də əsl Ramazan ayının yeməyi çox sadə olmalıdır. İndi bu mənim şəxsi öz fikrimdir. İndi hər kəsin öz fikri var, özünə aid. Öz duyğuları var, öz baxış yöntəmi var. Hər kəsin baxış yöntəminə də hörmətlə yanaşmaq lazımdır. Mən daha çox üstünlük verirdim.
İndi bəzən izləyicilərim yazırlar ki, tez-tez ət yeməyi bişirmirəm, kartoşkadımı, supdumu, belə sadə yeməklərə daha çox üstünlük verirəm deyə elə bilirlər bizim xaladenik boşdur. Ət deyən şeyimiz yoxdur. İnanın ki, ət var, sadəcə olaraq uşaqlar yemir. Mən əti bişirirəm, yarısını da atmaq məcburiyyətində qalıram. Atdıqca da ürəyim gedir mənim. Çünki bir yeməyi atmaq olmaz. Mən burada hər kəsi tanımıram, kiməsə də verə də bilmirəm ki, bizim uşaqlar yemir, siz israf olmasın, siz yeyin. Onu da deyə bilmirəm. Ona görə bir dəfə ət bişirəndə kartoşka qızardıram, borş bişirirəm, kələm qovurması bişirirəm, belə sadə yemək bişirərəm. Ara biraz uzanandan sonra yenə ət bişirirəm. Uşaqlar yediyi şeyləri bişirirəm. Bu haqqında da mənə yazırlar ara-ara xanımlar ki, süfrənizə biraz ət yeməklərinə də menünüzə artırın. İnanın ki, ət var. Sadəcə bu aralar kənd çolpası yoxdur, amma mağazin toyuqları var, mal əti var, döyülmüşü də var, tikəsi də var, hamısı da var. Bizim uşaqlar yemir, nə edək. Nəysə, burada supumuzu hazırladıq. Quru hoç tökdüm. Quru hoç deyəndə ət otu vururam da mən supa belə. Bu dəfə göyərtisini, göyünü vurmadım. Kinzanın. Buralar da belə, indi oraları qaldıracağım, onu silib yığışdıracağım. Bunları da yumuşam, buraları yığışdıracağım. Biraz əl gəzdirəcəm. Ondan sonra günümüzün axarına baxarıq. Artıq saat 8, tamamdır, 9-a işdir, 5 dəqiqə axşamdır demək olar. Demək olar, yox, axşamdır gördüyünüz kimi. Artıq qaranlıq olubdur. Mənim beləsi bir gülüm var idi. Bunun yarpaqları elə gözəl, elə qəşəng olur böyüdükcə. Elə bir xoruzun pipiyi kimi parıldayır mı deyim. O bir parçalar var, məxmərli mi nə deyirlər belə, onu kimi olur. Çox gözəldir. Bunu bir yaxınımız suya vermişdim. Ondan gətirmişəm. Kökü itməsin deyə əkəcəyəm. Bəzən mənim körpələrimin çox sakit olduğunu düşünürlər izləyicilərim. Amma siz onun kamera arxasını görsəniz, şok olacaqsınız. İnanın ki, məni o qədər əsəbləşdirirlər. Baxın, bu çəkdiyi şəkilə oxşadırlar. Çox dəcəldilər. Burada nə deyə bilərik? Allah olmayanlara nəsib etsin. Allah körpə arzusunda olanlara ki, evlad nəsib etsin. Onların da başına gətirsin belə dəcəllikləri. Bütün balaların canını Allah sağ etmiş olsun. İnanın ki, tərs tərəflərinə düşəndə uçurub dağıdırlar. Normal tərəflərinə düşəndə əllərinə dəsmal alıb analarına kömək edirlər. Baxın, ən çox bu tərəfini çox sevirəm. Oğlan, qız fərq etməz mənim üçün qızlar. Mən oğlan uşağı olsa da təmizliyi çox öyrətmişəm uşaqlarıma. Əllərinə dəsmal verərəm. Bütün hər yer silmələrini təklif edərəm. Bura belə kirli qalmamalıdır, təmiz olmalıdır. Qabı kirlətdinizsə də yeməyi öyrədərəm. Yeməyə düzü hələ yaxınlıq vermirəm. İnşallah biraz böyüsünlər, yemək bişirməyi də öyrədəcəm. Çünki papaları çox ləzzətli, qəşəng yemək bişirmək bacarır. Uşaqlarının da elə bacarıqlı olmağını çox istəyərəm. Bir oğlan uşağı mənim şəxsən öz fikrimcə böyüdükdən sonra, ailə qurduqdan sonra gərək ki, öz həyat yoldaşına kömək edə. Heç kimə ehtiyac qalmaya. Yemək barəsində də, təmizlik barəsində də, nəyəsə də kömək barəsində. Mən belə düşünürəm, səhmi düşünürəm. Alixan, niyə elə baxırsan mənə? Axıllı uşaqsan sən. Hamıdan sən axıllısan? Səndən də axıllı uşaqlar var da, nə ayırırsan? Kimdir? Конечно, mən. Ali. Ayva. Can. Gəl ayırırsan. Ay, sən düzünə deyən, sən bizi övdün mü, yoxsa döydün mü? O nə deməkdir? Prosta bir kuş gəldi, biri oturdu deyil. Ay Ali, mama səndən pislik danışır. Boy çivinlərə bax. Harada danışdın balam pisliyi? Nə? Harada danışdın? Prosta bir kuş gəldi, deyildi. Ay Ali, mama səndən pislik danışır. Mən də gəldim, deyildim. Sən məni pusurdun pilləkənin başından? Yox, pusmadım. Qulağıma elə bir kəlmə söz gəldi. Ali, həm övdüm,
Həm belə baltaladım sizi. Dedim, çox dəcəlsizlər. Hər kəsin uşağı kimi mənimkilər də dəcəldir. Düz deyirəm də, elə deyilsinizmi? Dəcəlsinizmi? Yox, amma ummayıq da, ummayıq. Həm dəcəlsiniz, həm umlusunuz, eləmi? Nə? Hər gün dalaşırsınız, ha bala siz. Məni də çox nervləndirirsiniz. Hər gün barışırıq, hər gün də dalaşırıq. Məni də çox nervləndirirsiniz. Yox, hayır, sən nə Hayır. Niyə? Nə deyirsən, hangisi? Sən heç... Heç elə olmuşmu? Həncər olmamış da, hər gün siz onu eləyirsiniz siz mənə. Yox, yox. Bə? Heç olmamış. Olmadı. Все. Olsa da prosu yadımızdan çıxdı. Все. Deməli, mamanızı nervləndirəndə yadınızdan çıxır. Bax, indi sizi tutdum. İndi qoy hər şey deyim. Bax, siz hər gün məni nervləndirirsiniz. Yoxmu? Yox. Mən bunu paylaşacağım. Hə? Mən bunu paylaşacağım. Yox, paylaşma. Niyə? İyidir. Qoy paylaşım ki, mənim uşaqlarım o qədər... Hə? Dəcəl də olsa, abi sən onu sənə suş edirik, değil mi? Suş deyirsiniz. Hə. Suş demək bizim dildə həncərdir. Hə? Bizim dildə həncər deyilir o. Слушать mı? Hı-hı. Слушать. Qulaq asma. Hə də bizim dildə deyil. Hə. Dəcəl də olsa, hani sənə qulaq asacaq, değil mi? Elə mi? Redka belə dəcəlliyirik. Sən ki, indi düzün dedim. Hə, redka dəcəlliyirik. Redka? Hə. Yoxsa hər gün mamanı əsəbləşdirirsinizmi? Redka. Bu bərki var, nə? Bax, bu yer cücəsi var. Hana barmağım, bax, bu yer cücəsi var, nə? Bu balaca. Bu balacadır, bax, bütün hər şeyi döyə qazana dönərən. Amma belə baxanda ən sakit uşaq görünür. Elə mi, Alixan? O qapını da sən açıq qoyubsan, bu çivinlər balıqdan kimi evə girib də. Heç elə olmamışdı. Çivinlərin kamerları raspisaniyasıdır. O nə deməkdir? Günorta çivinlər, gecələrdə kamerlar. Günorta deyin, də axşamdır bala. Smen staron. Dəyişdilər elə mi simenlərini? Hə. İndi bax, bir də çivin gəlir. Yaxşı, dəy kamar. Mən öz smenimi qutardım. Davay dəy kamarını sən tərdim. Elə mi deyirsən? Hə. Yemək yeyirsinizmi? Yemək tökdün mü? Hə. Prinsipi deyil. Acmışım. Acıqsan? Sizə qurban. Allah sizi kimi dəcəl uşaqları arzusunda olanlara da versin. Evlad arzusunda olanlara da versin. Amin. Amin. Onun uşaqlar da heç olmur da neydə, hamı da gəlir uşaqlar. Hamı da dəcəl uşaqlar. Neyse de bizə var ki, elə deyil mi? Mənə deyirlər, sən Allah o paltar geyinəndə ütülə geyinəyinlə. Bundan əvvəl izlədiyiniz vlogdaydı, ondan danışıram. Qızlar, mən onu ütüləmişdim. Çox təəssüf ki, ütülədiyim yeri çəkməmişəm, göstərməmişəm. Ütülədim, yatağın üstünə qoydum, uşaqların paltarını hazırladım. Mən makyaj etməyə başlayanda uşaqlara dedim ki, gedin üstünüzü, başınızı dəyişin. Az vaxt qalıb gəlirlər bizi götürməyə. Uşaqlar gedib dəyişən vaxtı donu da götürüb bir tərəfə qoyublar. Atlas olduğuna görə don gərək dümdüz dura. Götürüb bir tərəfə qoyanda qırışmağa başlayır. Mənim də vaxtım olmadı. İkinci təkrar olaraq ütü çəkməyə. Elə geyindim. Aradan 5 dəqiqə keçmədi. Gəldilər evdə, götürdülər, getdilər. Çünki dedilər, gecikirik, gözləyəsi olmayacaq, hazır olun, çıxın çölə. Məcburən donu elə geyinəsi oldum. İkinci kərə ütü çəkmədim. İndi bəzən xanımlar yazırlar ki, donu ütülə geyiniylə ütüsüz geyinibsən. Amma ütüləmişdim, həqiqətən də ütüləmişdim. Çünki atlas olduğuna görə o dərəcə düşdü. Uşaqlar da xanır kimi yoğurdular, elə deyim də. Nəysə, bunu da buradan açıqlıq gətirmiş oldum. Yorumları oxuyordum. Gördüm bir neçə xanımlar lap ant verən kimi ediblər ki, nə? Sən Allah o donu ütülə geyiniylə. Başa düşürəm, gözəl bacılarım düz deyir. Səliqəli səhmanı görünmək üçün deyir. Mənim yaxşılığım üçün də deyir. Həqiqətən də heç kimdən incimirəm. Hər yoruma da ürəkdə qoyuram. Sevərək də oxuyuram. Amma bilirsiniz, bu nətərdir, video çəkərkən tam günümüzün hər tərəfini çəkə bilmirik. Bir hissələrini çəkib sizlərlə bölüşürük. Paylaşa bilmədiyimiz, çəkə bilmədiyimiz hissələri də siz təəssüf ki, görmürsünüz. Ona görə siz görmədiniz. Elə bildiniz ki, mən o cür geyinib çıxmışam ortalığa.
Nəysə, buradan buna da açıqlıq getmiş olduq. Bir günü, bir axşamı belə yola vermiş olduq. Günümüz xeyirli günlərdən, bərəkətli axşamlardan olsun inşallah. Mən axşam deyirəm, sizin hər vaxtınız xeyirli olsun inşallah. Çünki artıq bizdə gecə saat 12-dir. Videomu sonlandırıram. Bugün gəh ayıldım, gəh bayıldım. Doğru düzgün məncə çəkiliş edə bilmədim. İnşallah daha gözəl, maraqlı çəkilişlər etməyə çalışacağım. Bu arada mənim əzizlərim, siz də mənə dəstək olun, dəstəklərinizi əsirgəməyin. Öpürəm hər birinizi, Allaha əmanətsiz.